Mən qonaq sevmirəm. Bilirsiniz, söhbət hansı qonaqdan gedir? O ki, gəlir sənin evə. Gəlir qapıdan girən kimi başlayır evi sanki elə bil ki, bir detektiv kimi eşməyə. Başlayır hər yerə baxmaq ki, görüm sənin o evində hansı bir tozu və yaxud da ki, hansısa bir əşyanı görüb, onu səndə səhv tutub başlayacaq başqa vurmağa. Mənim uşağım oyuncaq tökəndə yerə anında yığışdırıram deyib, sənin uşağın oyuncaqları niyə yerdədir? Nə üçün yığışdırmamısan? Evi səliqəli saxla. Və yaxud da ki, gəlir, yeməyə oturur, yeyir, başlayır yeməyə muz qoymağa. Əlvə sağlıq demək çətin məsələdir. Başlayır demək ki, ay bunun soğanı yanıb, bunun yumurtası belədir, bunun yağı çoxdur. Və yaxud da oturur, oturmaz başlayacaq uşaqla bağlı sənə məsləhətlər verməyə. Uşağın niyə corabı yoxdur? Uşağın niyə başında papaq yoxdur? Uşağın niyə üstündə ləkə var? Nəyə görə uşağı çölə aparmırsan? Yəni ən azından bir salamlaş, otur, başda söhbətə, sonra uşaqla bağlı nəsə soruş. Bəs siz necə? Qonaq sevirsiniz? Söhbət bu qonaqlardan gedir. Bu gün də pendirli börək hazırlamışdım. Göz haqqınızı halal edin. Hələlik.